OKP və yaxud obsessiv-kompulsiv pozuntu. Müəyyən səbəblərdən dolayı siz şəxsi terapiyanızı keçə bilmirsinizsə, amma əlbəttə ki, qurtulmaq istəyirsiniz, onda sizin əsas prinsipiniz o olsun ki, təşvişə dözə bilmək, təşvişdən qaçmamaq. Çünki təşviş sizin düşməniniz deyil. Bax, siz məsələn də obsessiyalar müxtəlif olur, düzdürmü? Obsessiyadan da arslı olaraq müəyyən rituallar olur. Deməli, sizdə tutalım bir dənə variant götürürük. Hansısa əşyaya toxundunuz və siz düşünürsünüz ki, bu kirli bir əşyadır. Mən mütləq indi əlimi yumalıyam. Məsəl üçün, plastik bir nədirsə, mən yumasam nə qədər mikrob mənə keçə bilər, yəni ki, bu xəstəliklər yarada bilər və qaçırsınız həmən əllərinizi yumağa, düzdür? Deməli, əllərinizi yumağa keçməmək, bu gərginliyə dözmək, çünki bu təşviş sizin düşməniniz deyil. Yəni, siz ondan qaçdıqca, siz qaçıb əllərinizi yuduqca və yaxud tutalım ki, ütünü yoxlamaq, qapını yoxlamaq, kəsici əşyaları yuxarılara, uzaqlara qoymaq ki, ay birdən mən özümü saxlaya bilmərəm, mənə belə düşüncə gəlir ki, mən kiməsə nəsə xəsarət yetirə bilərəm. Yəni, müxtəlifdir axı, dini obsessiyalar da var. Deməli, kompulsiyaya keçməmək, düzdürmü? Kompulsiyaya keçmirsən, sən qalırsan bu təşvişin içində. Çünki təşvişdən qaçdıqca, yəni ondan qurtulmağa çalışdıqca sən onu böyüdürsən, çoxaldırsan və bu mexanizmi poza bilmirsən. Bu mexanizmi dağıtmaq imkanın olmur onda. Demək, bu mexanizmi dağıtmaq üçün gərginliyə sadəcə dözürsən və yavaş-yavaş sənin qavrayışın dəyişməyə başlayacaq. Sən bu nəyəsə toxundun, o sənə elə gəlir ki, ay mən indi yumasam, mən hansısa xəstəlik tutacaq və sonra əzizlərim keçəcək, sonra onlar xəstələnəcək, onda sən bu düşüncə səni nə qədər qorxutsa da, lap sən əsirsən qorxudan, sən dayanıb səbr eləyirsən və zamanla sən artıq, yəni bunu hər dəfə elədikcə, saxladıqca özünü gedib heç nə eləmədikcə, zamanla səndə bu təşviş o qədər də güclü gəlmir və zamanla ümumiyyətlə sən nəyisə toxunanda, məsələn, sən ağlıva gəlmir ki, gedim tez əllərimi yuyum. Artıq bu qorxu səndə yaranmır, bu təşviş, bu narahatçılıq yaranmır. Ona görə ən birinci burada vacib prinsip dözmək, səbr eləmək və sonra da o səbrin sən bəhərini görəcəksən. Yəni, təşviş gələndə mütləq özünə de ki, bu OKP-dir, mən də ona tabe olmayacağam. Sonra sənin OKP sənə nəyə vadar edir? Vadar edir ki, əmin olasan, düzdür? Əminlik istəyir səndən ki, hə, bax, qorxursan, get əlini yu ki, əmin olasan, hə? Sən nə isə dinlə bağlı ürəyində hansı sözlər gəlir, sən başdan, ay Allah, bağışla mənə, ay Allah, qurban olum, nə bilim, mən cəhənnəmə düşmək istəmirəm, o belə-belə şeylər. Sən bu sözlərə keçməmişdən öncə səndəki bu OKP-dir, o ifadələr gələndə sənə, mən ona tabe olmayacağam. Bildinmi necə? Çünki sən bu sözləri, yəni ki, əhd eləməyə başladıqca sən bunun içindən çıxa bilmirsən, qalırsan bunun içində. Və içində qalmamaq üçün bir də bunu edirsən, yəni deyirəm, OKP səndən əminlik istəyir. Sən üçün əminlik önəmli olmamalı, sənin üçün azad olmaq önəmli olmalıdır. Sən bu təşvişdən zamanla azad olasan, bu rituallardan zamanla azad olasan. Ona görə əminliyi OKP-yə vermə.